Şahidlərimiz hər vaxtınız xeyir olsun inşallah. Deməli, çalışmaların ardına davam edirik. Bizə verilən növbəti çalışmamız belədir ki, deməli, şəkil verib, şəkildə sabit sürətlə hərəkət edən velosipedçinin, sabit sürətlə, ilk növbədə bunu qeyd etməliyik ki, sabit sürətlə hərəkət edən velosipedçinin qət etdiyi məsafənin S-in zamandan, yəni T-dən asılı qrafiki verilib. Biz də bilirdik ki, sabit sürətlə hərəkət etdikdə sürətin düsturu S böl T şəklində hesablanır. Bizdən tələb etdiyi nədir? Velosipedçi yarım saat ərzində nə qədər məsafə qət etdi? Gördüyünüz kimi bizə verilən zaman dəqiqələrlə verib, yarım saat dediyi bu bizə 30 dəqiqəni ifadə eləyir ki, 30 dəqiqənin qiymətini vaxt olaraq götürsək, məsafə 12 kilometr olacaq. Demək ki, S 12-yə bərabər olur. Keçək növbəti variantımıza. Deyək 8 kilometr məsafəni nə vaxtda qət etdi? 8 kilometr məsafəni gördüyünüz kimi 20 dəqiqə ərzində qət edir. Ardınca C variantı. Mütənasiblik əmsalını tapın və asılığın düsturunu yazın. Mütənasiblik əmsalını axtarsaq, demək ki, V-nin qiyməti bərabər olacaq. S-in qiyməti 30 olduqda, digər zaman isə 12-yə bərabərdir. Hər birini 6-ya ixtisar aparsaq, məxrəc 2, sürət isə 5 olacaq. Bu da bizə 2,5-i verir. Yəni, S bərabər 2,5 vurulsun T düsturu ilə hesablanır. Sonra, düsturdan istifadə edərək cədvəli tamamlayın deyir. Cədvəldə deməli, bizə verir ki, T-nin qiyməti 15 olduqda S-in qiymətini hesablayın. S 2,5 vurulsun 15-ə bərabər olur. 2,5-ə 15-ə vurduqda, deməli, 2,5-i 15-ə vurar. 5 5-in 25, 5 yazırıq 2 yadda, 5 2-in 10, 12 edəcək, 25. Toplasaq 5, 7, 3. Bir vahid sürüşdürüb solda vergül yazırıq, 37,5 edir. 37,5. Digərində artıq 25-ə vurmalıyıq. 25 vurulsun 2,5. Bu eləyəcək 625, bir vahid vergülü yazırıq, birbaşa yazdım bunu, 62,5 edir. Keçək 40-ı vurduqda isə 40-ı 2,5-ə vurduqda, deməli, 5-i 0-a vursaq 0, sonra 5-i 4-ə vursaq 20, birbaşa yazaq, 2-ni 0-a vursaq 0, 2-ni 4-ə vursaq 8 edəcək, 0, 0, 8 ilə 2-ni toplasaq 10 edir. Deməli, bir vahid sola sürüşdürüb vergül yazırıq, cavabımız 100 olacaq. Bu çalışma ilə bu qədər. Keçirik növbətə. Yük daşımaq üçün 7,5 tonluq maşın 12 reys etməlidir. Yəni, diqqət edək. 7,5 tonluq maşın 12 reys etməlidir. 9 tonluq maşın bu yükü daşımaq üçün neçə reys edər? Sözsüz ki, yükün miqdarı artdıqda sərf olunan reyslərin miqdarı azalacaq. Bu deməkdir ki, bu tərs mütənasib ifadəni bizə verir. Tərs mütənasib ifadədə edəcəyimiz necə olurdu? 7,5-i 9-a bölürük, x-ı 12-yə bölürdük. Sonra isə çarpaz bir-birinə vuraraq hesablayacaq ki, 7,5 vurulsun 12, x-in qiyməti olacaq 2,5 vurulsun 4, bu da edəcək, deməli, 10. Artıq 10 reys daşımalı olmalıdır. 10. Keçirik. Neçə tonluq maşın bu yükü 6 reysə daşıyır? Deməli, 7,5, 12 reysə daşıyırsa, neçə tonluq maşın 6 reysə daşıyır? 6 reysə deyir. Yenidən tərs mütənasibdir. Tərs mütənasibdə qarşı-qarşıya vuraraq da hesablaya bilərsiniz. 7,5 vurulsun 12. X bərabər olacaq 2,5 vurulsun 6-ya. Deməli, 3-ə böldük, sonra digərini 2-yə böldük. Bu da bizə 15 verir. Deməli, 15 tonluq maşın lazımdır. Keçək 14-cü çalışmaya. 14-cü çalışmada ambarda 120 ton taxıl müəyyən tutumlu maşınla daşınır. Maşının tutumu X çox olduqca bütün taxıl daşımaq üçün etdiyi reyslərin sayı Y azalır. Deməli, hər X çox olduqca Y sayda azalacaq. Tutumu 12 ton olan maşın taxılı daşımaq üçün neçə reys etməlidir? Deməli, bunu tapmaq üçün neçə reys etməlidir? Reyslərin sayını, bunu bir x ilə götürək. Ümumi tonun, yəni 120-nin 12-yə olan nisbəti ilə hesablanır ki, bu da 10
reys etməlidir. Neçə tonluq maşın taxılı 20 reys etməklə daşıyar? Deməli, digərini bir A hərfi ilə işarələsək, digər məhsula. Neçə tonluq maşın taxılı 20 reys etməklə. Deməli, 120-ni 20 reysə bölsək, bir-birində, deməli, 12-ni 2-yə bölərək 6 tonluq yük götürməlidir. Reyslərin sayının maşının tutumundan asılılıq düsturunu yazın deyir. Reyslərin sayının, yəni Y-in digərindən maşının tutumundan asılılıq düsturu 120 bölünsün x şəklində olacaq. Düsturunu burada yaza bilərik. 120 bölünsün x. X-in qiyməti 8, 3 olduqda Y-in qiymətini tapın. Yəni yazaq. Deməli, 120 bölünsün, birinci 8 verir, 128-ə bölsək 15 edəcək. İkinci halda 120-ni 3-ə bölsək cavab 40 edəcək. Bu qiymətlərə uyğun hər bir x, y cütünün mənasını izah edin. Bunların cütünü yazmaq istəsək, deməli, nə alırıq? 15, daha doğrusu x 8 olduqda y-in qiyməti 15-dir, 3 olduqda isə 40-a bərabərdir. Bu bizə onu ifadə edir ki, mənasını taparkən 8 tonluq əgər deməli burada verib maşın tutumu. 8 tonluq maşın tutumu olarsa reyslərin sayı 15 olacaq. Əgər 3 tonluq tutum olarsa 40 reys olacaq ki, bunların hasildə sabit bir ifadə 120-ni verməlidir. Keçək növbəti çalışmamıza. Bizə deyir ki, boş hovuzu 6 eyni nasos 15 dəqiqəyə doldurur. 6 eyni nasos 15 dəqiqəyə doldurur. Ardınca sual verir ki, boş hovuzu 10 dəqiqədə doldurmaq üçün nasosların sayı neçə faiz artırmaq lazımdır? Edəcəyimiz nədir? Görək, 10 dəqiqə, daha doğrusu 10 dəqiqə ərzində doldura bilmək üçün bizə neçə nasos lazımdır? Deməli, nə edirik? Nasosların sayı artdıqca dolma müddəti azalır. Ona görə bu ifadə tərs mütənasib ifadə edir ki, tərs mütənasiblə qarşı-qarşıya vurub hasillərini bərabərləşdirə bilərik. 6 vurulsun 15. Burada x-in qiymətini taparkən 6-nı 15-ə vursaq cavab eləyəcək 90, 90 ona bölsək 9. Deməli, nasosların sayı 9 olmalıdır. Nasosların sayı 9 olur. Ardınca istədiyi nədir? Deyir ki, neçə faiz artırmaq lazımdır? 6-nın özü 100 olduqda 9 neçə faizdir? Bunu bir başqa dəyişənlə göstərək. Neçə faizdir? Onu tapaq. Deməli, 6A bərabər olacaq 9 vurulsun 100-ə. A-nın qiyməti olacaq 900 bölünsün 6. Bu da bizə verəcək 150. Deməli, bu faiz olaraq 150 faizdir. Amma əvvəl 100 faiz idi. Deməli, artım neçə faiz olub tapmaq istəyirsinizsə, 150 faizdən 100 faizi çıxmalısınız. Bu da bizə 50 faizi verəcək. Keçək növbətiyə. Bizə deyir ki, geyim mağazasında endirimlə təklif edilən gödəkçənin yeni qiyməti ilə əvvəlki qiyməti 3-4 nisbətindedir. Bunu yazalım. Yeni qiymətin əvvəlki qiymətə nisbəti 3/4-ə bərabərdir. Ardınca gödəkçənin qiyməti neçə faiz endirilib? Gödəkçənin qiyməti neçə faiz endirilib? Deməli, edəcəyimiz nədir? 4-dən 3 çıxırıq, sonra bölürük. Deməli, sonraki qiymətdən yeni qiymət bizə ifadə eləyir. Deməli, 3-ün qiymətini, əvvəlki qiymət 4-ün qiymətini, əvvəlki qiymətdən yeni qiyməti çıxırıq, sonra isə əvvəlki qiymətə bölüb 100%-ə vurur. Cəmiyyətin dəyişməsinin faizlə ifadəsi qaydasına əsasən. 4-dən çıxsaq, 4-də 1 vur 100% edəcək. Vursaq, deməli 100-ü 4-ə bölməliyik. Bu da bizə 25% ifadə edir. Demək ki, neçə faiz endirilib deyirsə 25% olur. Keçək növbəti B variantına. Alıcı bir gödəkçə almaq üçün kassaya 72 manat ödədi. 72 manat ödədi. Endirimdən qabaq gödəkçənin qiyməti neçə manat olmuşdur? Deməli, edəcəyimiz nədir? 25% endirilib, yəni 75%-ə qiymət düşərək 72 manat olmuşdur. Əvvəlki 100 manat olduqda isə neçə manatdır? Onu hesablayın. Düz mütənasib qaydasına görə 75 vurulsun x bərabər 72 vurulsun 100 yazırıq. X bərabər olacaq 72 vurulsun 100 bölünsün 75-ə. Edəcəyimiz 100 ilə 75-i 25-ə ixtisar aparsaq 4, 3 qalır. 72-ni 3-ə bölsək edəcək 24.
4. 24'ü vururuq 4-ə. Cavab edəcək 96 manat. Deməli, əvvəlki qiyməti 96 manat imiş. Mağazada 400 manata satılan paltonun qiyməti əvvəlcə 15% artırıldı. Bir müddət sonra isə həmin qiymət 20% azaldıldı deyir. İndi baxaq nə? Paltonun son qiyməti neçə manat oldu? Əvvəlcə 400 manat. 15% artırılıb. 15% artırılıbsa deməli 115% olub. Hesablayaq görə 115% neçə edəcək? Yüzləri ixtisar aparsaq 4-ü 115-ə vurmalıyıq. 460 edir. Deməli, artım ilə 460 manata gəlib. Sonra isə 20% azaldıldı. 20% azaldılanda 460 manat artıq 80%-ə düşür. Yəni 80%-ni tapaq. Burada sıfırları ixtisar aparsaq 46-nı 8-ə vurmalıyıq. 46-nı 8-ə vurmalıyıq. 6 8-in 48, 4 yadda, 8 4-ün 32, üzərinə 4 gəlsə 36. Deməli 368 manat etdi. Son qiymət 368 manat olur. 368 manat. Son qiymət ilkin qiymətə nisbətən neçə faiz dəyişdi? Artdı yoxsa azaldı? Nə qədər? Sözsüz ki, ilk qiymət 400 manat, dəyişimdən sonra 368 manat. Burada azalma baş verib. Azalma baş verib nə qədərdir? Deməli, İstəsəz bunu bir-birindən çıxaraq qədərini yazaq, sonra faizini hesablayaraq. 400-dən 368-i çıxsaq, deməli qalacaq 32. 32 manat azalıb. 32 manat azalıb. Amma neçə faiz dəyişdi deyirsə, 32 manatı biz bölürük. 32 manatı həmin o dəyişən hissəni bölürük əvvəlki qiymətə, yəni 400-ə, vururuq 100%-ə. Yüzləri ixtisar aparsaq 32-ni 4-ə bölsək cavab 8% edir. Demək ki, 8% azalma baş verib. Keçək növbəti çalışmamıza. Növbəti çalışmada bizə deyir ki, ABC üçbucağının tərəfləri 3, 4, 5 nisbətində olub, perimetri 36-dır. Yəni diqqət edək. Deməli 3x götürək, 4x götürək, buranı 5x götürək, perimetri 36 verir. Toplasaq 3x, 4x, 5x bərabər 36-ya. Cəmi edəcək 12x, 36. X-in qiyməti 3. İndi istədiyi nədir? Bu üçbucağın tərəflərini tapın. Deməli, 3-ü 3-ə vursaq, tərəflərdən biri 9. 4 üçün 12, digəri 15. DEF üçbucağın tərəfləri nisbəti ABC üçbucağın tərəfləri nisbəti ilə eynidir. Demək ki, bunu həm ABC kimi, həm də DEF kimi götürə bilərik. Tərəflərin nisbəti eynidir. Ardınca nə deyir? Kiçik tərəfin uzunluğu 4,5 sm olarsa, deməli 3x-i daha doğrusu x kimi götürməyək. Bu zaman k kimi götürək. 3k-nı nisbətlər eynidir, 3, 4, 5. Amma hərflərini müxtəlif formada göstərməliyik. Bu ABC üçbucağı üçün olan olsun, digəri DEF üçün olan olsun. 3k-nı bizə 4,5 sm verir. Deməli, k-nın qiyməti 4,5-i 3-ə bölü 1,5 edir. 1,5. İstədiyi nədir? DEF üçbucağının perimetrini 2 üsulla tapın. Perimetrini 2 üsulla tapın. Deməli, üçbucağın tərəfləri olacaq. Biri 4,5-dir. İkincisi 4-ü 1,5-ə vuracam, 6 edəcək. Növbəti 5-i 1,5-ə vuracam, edəcək 7,5. Perimetrini hesablasam 4,5, 6, 7,5. Bunların cəmini tapsaq 7, 5, 12, üzərinə 6, 18 edir. İkinci üsulda edə bilərik ki, deməli, başqa alternativ. İkinci üsul üçün belə bir ifadə deyə bilərik ki, x-in qiyməti burada 3, k-nın qiyməti burada 1,5 idi. Yəni, bir-birinə nisbəti, 3-ün 1,5-ə nisbəti bizə 2-ni ifadə edirdi. Demək ki, bunların da perimetrləri ABC-nin perimetrinin DEF-in perimetrinə olan nisbəti elə 2-ni ifadə eləyəcək. Yəni, nisbətlər eyni şəkildə artım edir. 2-ni ifadə etdiyinə görə biz artıq DEF üçün perimetri hesablayarkən birinci perimetri, yəni 36-nı 2-yə bölsək, niyə? Çünki bunlar 3-ün 1,5. İstəsəniz tənasüb də qura bilərik. 3 olduqda, x-in qiyməti 3 olduqda, perimetr 36-dırsa, k-nın qiyməti 1,5 olduqda neçə olacaq? Bunu bir
başqa bir şəkildə yazıb hesablaya bilərik. İstəsəniz bu şəkildə götürə də bilərsiniz, istəsəniz buradan çarpaz yazıb da hasillərini tapa bilərsiniz. 1/5-i 36-ya deməli vurmalısınız. Y-ə tapanda 1/5 vurulsun, 36 bölünsün 3. Buradan ixtisar aparsaz 2 qalacaq. 36-nı 2-yə bölsəz yenidən 18 qiymətini alacaqsınız. Keçək növbəti çalışmamıza. 6A sinifdə 21, 6B sinifində 24 şagird var. Müəllim idman dərsində 15 topu bu siniflər arasında şagird sayına mütənasib olmaqla böldü. Hər sinifə neçə top düşdü? Şagird sayına deməli mütənasib nisbətdə bölübsə, gəlin 21-in 24-ə olan nisbətini axtaraq. 21-in 24-ə olan nisbəti. Hər ikisini 3-ə ixtisar aparsaq 7-nin 8-ə olan nisbətdir. Bu 7-nin 8-ə olan nisbətini 15 topu ilə müqayisə edir. Gəlin 7x ilə 8x götürüb cəminə 15-ə bərabər, sonra 15x-i 15-ə bərabər, x-in qiymətini 1-ə bərabər. Yəni 7 vur 1 6A-ya verdiyi topların sayı, 8 vur 1 isə 6B-yə verdiyi topların sayını ifadə edir. Bunları ifadə etdikdən sonra hər sinifə neçə top düşdü deyir. Deməli 6A sinifinə 7, 6B sinifinə 8 top düşmüş olur. Növbəti çalışmamız necə? Deməli şəkildə verilənlərə görə suallara cavab verilir. Bizə verilib şəkildə belə bir görüntü, tərəfləri 5-4 olan düzbucaqlı 3 bucaqdır, digəri düzbucaqlıdır ki, bunun tərəfləri 4, 6 ümumi bizə 10 sm ifadə edir. Bizdən istədiyi nədir? Düzbucaqlının sahəsinin neçə faizi rənglənib? Gəlin belə bir iş görək. Deməli, düzbucaqlının sahəsini hesablayaq. Görək neçə olacaq? 5 vur 10 edəcək 50 kvadrat santimetr. Üçbucağın sahəsini hesablayaq. Üçbucağın sahəsi düzbucaqlı üçbucaqdır. 4-ü 5-ə vurub 2-yə bölməliyik. Bu bizə 10-u verəcək. Artıq 10 kvadrat santimetr rənglənib, amma ümumi 50 kvadrat santimetr. Neçə faiz rənglənib deyilsə, onu 50-yə bölüb 100-ə vurmaq lazımdır. İxtisar aparsaz 5 qalacaq, 100-ü 5-ə bölsəz 20 faizi rənglənib. İlk tapdığımız hissə budur. Rəngsiz sahə, rəngli sahədən neçə faiz çoxdur? Sözsüz ki, 20% rənglidirsə, rəngli 20% olanda, rəngsiz isə ümumi 100 olduğuna görə 80%-dir. Neçə faiz böyükdür deyirsə, 80%-dən 20%-i çıxaraq 60%-i tapırıq. Keçək növbəti. Xoruzun və pişiyin kütlələri 1-2 nisbətində, pişik və quzunun kütlələri 1-3 nisbətində verilir. Yəni bunları yazaq. Deməli, xoruz ilə pişiyin kütləsi 1-2 nisbətində. Pişik ilə quzunun kütləsi isə 1-3 nisbətində. Yəni diqqət edək. Burada pişiyi 2 olaraq, burada pişiyi 1 olaraq verib. Yəni bu pişiyi 1-i 2-yə gətirsək, o zaman quzu da 3, 2-yə vurularaq 6 olmalıdır. Sonra edəcəyimiz nədir? Quzunun kütləsi 12 kiloqram olarsa, quzunun kütləsini 6 ilə əvəz etmişik. Deməli bunu 6 M kimi götürsəm ki 12 kiloqramdır. M-in qiyməti olacaq 2 kiloqram. Ardınca xoruz və pişiyin kütlələri. Xoruzu 1 ilə, yəni M ilə xoruzu artıq 2 kiloqram olduğunu təyin edirik. Sonra bizə vermişdi ki, quzunun kütləsi 12 kiloqramdır. Bir də pişiyin kütləsini tapanda artıq pişikdə 2 olur. 2-ni 2-yə vuracam, 4 kiloqram edəcək. 4 kiloqram. Sonra xoruzun kütləsi pişiyin kütləsinin neçə faizini təşkil edir? Xoruzun kütləsi, deməli, xoruzda 2 idi. Bunları qeyd edək. Xoruz 2 kiloqram. Sonra quzunu vermişdi bizə 12 kiloqram. Ardınca bizdə tapdıq ki, pişiyin kütləsi 4 kiloqram. Xoruzun kütləsi pişiyin kütləsinin, xoruzun kütləsi 2, pişiyin kütləsi 4 neçə faizini təşkil edir? Bölüb 100%-ə vururuq. Bölərkən də ixtisar aparsaz 2, 100-ü 2-yə bölsəz 50% edir. Deməli 50%-nə bərabərdir. Quzunun kütləsi xoruzun kütləsindən neçə faiz çoxdur? Quzunun kütləsi 12, xoruzun kütləsi 2 çıxırıq. Sonra 12-yə bölüb 100%-ə vurmalıyıq. Çıxsaq 10 edəcək. 10 bölünsün 12 vurulsun 100. İxtisarımızı aparsaq, deməli 100 ilə 12-ni 4-ə ixtisar aparsaq 3 qalacaq. 100-ü 4-ə bölsək 25. Sonra 25-i 10-a vursaq 250 bölünsün 3. Bu da edəcək 80
3,1%. Deməli, davam edirik. Deməli, keçək növbəti çalışmaya. Növbəti çalışmada yeni tikilən binada mənzillər 1 otaqlı, 2 otaqlı və 3 otaqlıdır. Deməli, bizə verdiyi nədir? 1 otaqlı ilə 2 otaqlı mənzillərin sayları 1,6. 1 otaqlı bölünsün 2 otaqlı bərabər 1/6-dır. Ardınca deyir ki, 2 otaqlı və 3 otaqlı mənzillər 2,1. 3 otaqlı və 2 otaqlı, 2 otaqlı və 3 otaqlı 2,1. Yəni bunu 2 otaqlının 3 otaqlıya nisbəti 2,1 nisbətindədir. 2 otaqlı, 3 otaqlı nisbətləri 2,1 nisbətindədir. Bunları yazdıq. Yenidən eyni işi görək. 2-ni 6 kimi göstərdiyinə görə 6-ya gətirmək üçün 3-ə vururuq. 6 olacaq. Bu 3 olacaq. Ardınca 1 otaqlıları x olaraq götürsək, 2 otaqlıları 6x olaraq götürsək, 3 otaqlılar bizə deməli verəcək 3x-ə. Görə bizə nələr verir? 1 otaqlı və 3 otaqlı mənzillərin sayı hansı nisbətdədir? 1, 3. 1-in 3-ə olan nisbəti. Bu ilə x-ləri ixtisar aparsaq 1/3 verəcək. Deməli 1/3 nisbətindədir. Bunu burada yaza da bilərik. Keçək B variantı. Binada cəmi 200 mənzil olarsa neçəsi 3 otaqlı olar? 200 mənzil ümumi olarsa x plus 6x plus 3x 200 mənzil. Toplasaq 10x 200 mənzil. X-in qiyməti 20. Deməli bizdən 3 otaqlı neçəsi 3 otaqlıdır? 3-ü vururuq ümumi 20-yə. 3-ü 20-yə vursaq 67. Deməli 3 otaqlıların sayı 60 ədəddir. Mənzillərin neçə faizi 2 otaqlıdır? Neçə faizi 2 otaqlıdır deyilsə, 2 otaqlıların sayı 6-nı 20-yə vuraraq 120 tapırıq. 120-ni bölürük ümumi 200-ə, vururuq 100%-ə. 100-ləri ixtisar aparsaq, 122-yə bölsək 60% edəcək.